Bir daha salam, müəllimlər. MİQ rubrikasından dərslərimiz davam edir. Deməli, model testlər kitabından funksiyanın böhran nöqtələrinə aid bir neçə məsələni müzakirə edəcək. Belə suallarda bəzən yazılaşan müəllimlərin çevrəsində mübahisələrə, fikir ayrılıqlarına səbəb olur. Şəkildə artıq gördüyünüz kimi 3 funksiyanın qrafiki təsvir olunur. Funksiyanın qrafik vasitəsilə verilir. Bayaq biz düstur vasitəsilə verilən funksiyaların böhran nöqtələrini aydınlaşdırdıq. Burada isə qrafiklə verilən funksiyaların böhran nöqtələrinə baxacaq. Əvvəlcə A bəndində verilmiş funksiyanın nə qədər böhran nöqtəsi var, gəlin bunu aydınlaşdıraq. Bu funksiya təyin olunub -4, 6 parçasında. Bir daha xatırladım ki, böhran nöqtə deyəndə təyin oblastının o daxili nöqtələri nəzərdə tutulur ki, həmin daxili nöqtələrdə ya törəmə 0-a bərabərdir, ya da törəmə yoxdur. Deməli, siz bu qrafikə diqqət yetirin, A bəndində təsvir olunmuş funksiyanın qrafikinə diqqət yetirin. Təyin oblastının daxili nöqtəsi olmadığına görə biz bunun böhran nöqtə olması haqqında fikir yürüdə bilmərik. Təyin oblastının uc nöqtəsi olduğu üçün, yəni daxili nöqtə olmadığı üçün bu nöqtə haqqında da danışa bilmərik. Aydındır ki, baxın, qrafikdən biz nə hiss edirik? 0 nöqtəsində bu funksiyanın qrafikinə toxunan çəkmək mümkün deyil. Yəni 0 nöqtəsində bu funksiyanın qrafikinə toxunan çəkmək mümkün olmadığına görə, əgər toxunan varsa, törəmə var, toxunan yoxdursa, törəmə yoxdur. Bax, bilməlisiniz ki, belə nöqtələrdə toxunan yoxdur və deməli x bərabərdir 0 nöqtəsində törəmə yoxdur və belə nöqtələrdə 0-da törəmə yoxdur. Deməli 0 bunun böhran nöqtəsidir. Eləcə də 4 nöqtəsində, baxın, bu nöqtədə funksiyanın qrafikinə toxunan çəkmək mümkün deyil. Toxunan yoxdursa, deməli törəmə yoxdur və bu da demək ki, x 2 bərabərdir 4 nöqtəsi də bu funksiyanın böhran nöqtəsidir. Beləliklə, bu funksiyanın 2 böhran nöqtəsi var. Siz deyə bilərsiniz ki, bəlkə elə bir nöqtə var ki, orada toxunan çəkmək olur və törəmə 0-a da bərabərdir. Biz bilirik ki, törəmə 0-a hər hansı bir nöqtədə, əgər apsisi x olan nöqtədə törəmə 0 olsaydı, apsisi x olan nöqtədə çəkilmiş toxunan apsis oxuna paralel olardı. Bu qrafikin üzərində isə elə bir nöqtə yoxdur ki, orada toxunan çəkəsiniz və toxunan apsis oxuna paralel olar. Misal üçün, tutaq ki, bu nöqtədə toxunan çəksəniz, həmin toxunan bu qrafikin üzərində düşəcək. Başqa bir nöqtədə toxunan çəksəniz, qrafikin üzərində düşəcək. Bu nöqtədə toxunan çəksəniz, qrafikin üzərində düşəcək və bu da o deməkdir ki, deməli, bu nöqtələrdə toxunanın çəkmək mümkündür daxili nöqtələrdə. Amma o toxunanlar apsis oxuna paralel deyil və deməli, törəmə 0-a bərabər deyil. Beləliklə, yeganə 2 böhran nöqtə var, 0 və 4. Keçək növbəti funksiyaya, B bəndində təsvir olunmuş funksiyaya. Əlbəttə, burada yenə -8 və 7 parçanın ucları olduğuna görə bunlar böhran nöqtə ola bilməz. Daxili nöqtələrdən -4 nöqtəsində əgər funksiyanın qrafikinə toxunan çəksəniz, -4 nöqtəsində çəkilən toxunan apsis oxuna paraleldir. Bu deməkdir ki, bu toxunanın bucaq əmsalı k bərabərdir 0-a, k isə bərabərdir f'-4-ə, bu da o deməkdir ki, f'-4 bərabərdir 0-a. Deməli, -4 böhran nöqtələrdən biridir. 2 nöqtəsində, əgər apsisi 2 olan nöqtədə, yəni bu nöqtədə toxunan çəksəniz, bu toxunan apsis oxuna paraleldir və ona görə də törəmə 0-a bərabərdir. Deməli, 2 nöqtəsi bunun ikinci böhran nöqtəsidir. Apsisi 5 olan nöqtədə, bu nöqtədə funksiyanın qrafikinə toxunan çəkmək mümkün deyil. Əlbəttə, bu isbat olunur. Yəni, sağ toxunan və sol toxunan anlayışları var və onların bucaq əmsalları üst-üstə düşmür. Bu cür nöqtələrdə, yəni biz sivri nöqtələrdə, mən ümumiyyətlə bu əyilmə nöqtəsi terminologiyasından istifadə etmək istəmirəm.
o funksiyanın qabarıqlıq və söküklüyünü bir-birindən ayıran nöqtələrdir. O necə ehtiyac yoxdur. Bu nöqtədə toxuna çəkmək mümkün deyil və deməli burada törəmə yoxdur, deməli bu da onun böhran nöqtəsidir. Beləliklə, B bəndində təsvir olunmuş funksiyanın 3 böhran nöqtəsi var. -4, 2 və 5. Yeri gəlmişkən, bu böhran nöqtələrindən biri -4 minimum nöqtədir, 2 maksimum nöqtədir, 5 minimum nöqtədir. Burada biz məsələyə toxunmadıq. Burada 0 minimum nöqtədir, böhran nöqtə ya maksimum nöqtə olur, ya minimum nöqtə olur, ya da nə maksimum, nə də minimum nöqtə olur. Bu minimum nöqtədir. Funksiyanın 0 nöqtəsində funksiya 0-a qədər azalır, 0-dan sonra artır və onda 0 nöqtəsi çevrilir olur. Minimum nöqtə 4 nöqtəsinə qədər funksiya artır, 4-dən sonra da funksiya artır və bu 4 nə maksimum, nə də minimum nöqtəsidir, amma böhran nöqtədir. Burada 2 böhran nöqtə var, biri minimumdur, biri nə maksimumdur, nə minimumdur. Burada 3 böhran nöqtədən, deməli ikisi minimum nöqtədir, -4 və 5, biri isə maksimum nöqtədir. Və nəhayət qaldı 3-cü şəkil. Mən bu maksimum və minimum nöqtələr haqqında bir şey də deyəcəm. Əlavə bir videoyu da bu barədə çəkəcəm. Çünki bəzən mən baxıram, bizim müəllimlərimizə elə gəlir ki, əgər 0 nöqtəsi minimum nöqtəsidirsə, müəllimlərə bəzən elə gəlir ki, 0-ın elə bir ətrafı var ki, sol ətrafında funksiya azalmalıdır, sağ ətrafında isə o artmalıdır. Bu əslində isə belə deyil. Bu həqiqətdir, bəli. Əgər 0-ın sol ətrafında funksiya azalır, müəyyən bir sağ ətrafında isə artırsa, onda 0 nöqtəsi onun həqiqətən minimum nöqtəsi olur. Amma ümumiyyətlə isə minimum nöqtənin sol ətrafında funksiya azalıb, sağ ətrafında da artmalıdır deyə bir şərt yoxdur. Elə olmadan da o minimum nöqtə ola bilər. Nəhayət axırıncı. C variantında olan funksiyaya baxaq. Deməli, -6 7 parçasında təyin olunub. Parçanın ucları təyin olmasının daxili nöqtələri deyil deyə bunlar böhran nöqtə ola bilməz. -2 nöqtəsində, apsisi -2 olan nöqtədə, yəni bu nöqtədə funksiyanın qrafikinə toxuna çəkmək mümkün deyil. Bu da o deməkdir ki, apsisi -2 olan nöqtədə toxunan yoxdur. Deməli, -2 nöqtəsində törəmə yoxdur. Deməli, -2 bunun böhran nöqtəsidir. Yeri gəlmişkən bu böhran nöqtənin də maksimum nöqtədir. Bir nöqtəsində, apsisi 1 olan nöqtədə funksiyanın qrafikinə toxunan çəkmək mümkündür. Həmin toxunan apsis oxuna paraleldir. Yəni, toxunanın bucaq əmsalı K 0-a bərabərdir. K həm də törəmənin bir nöqtəsindəki qiymətidir. Deməli, bir nöqtəsində törəmə 0-a bərabərdir. Deməli, bu funksiyanın ikinci böhran nöqtəsi 1 nöqtəsidir. Burada törəmə 0-a bərabərdir. Bu nöqtə minimum nöqtədir. Nəhayət 3 nöqtəsinə gəldikdə, apsisi 3 olan nöqtə əlbəttə. Apsisi 3 olan nöqtədə funksiyanın qrafikinə toxunan çəkmək mümkün deyil. Yəni, burada sağ törəmə və sol törəmə, yəni sağ toxunanın bucaq əmsalı və sol toxunanın bucaq əmsalı fərqlidir. Bu nöqtədə funksiyanın böhran nöqtəsidir. Burada törəmə yoxdur və 3-cü böhran nöqtə x3 bərabərdir 3 nöqtəsidir. İndi, -2 dediyimiz kimi maksimum nöqtədir, 1 minimum nöqtədir, 3 nə maksimum, nə də minimum nöqtədir. Çünki 3-ə qədər funksiya artır və 3-dən sonra funksiya yenə də artır. Beləliklə, şəkildə təsvir olunan funksiyanın da 3 böhran nöqtəsi var. Yəni, hörmətli müəllimlər, funksiya düsturla veriləndə də biz onun böhran nöqtələrinin sayını tapmağı bacarmalıyıq. Qrafiklə veriləndə də biz onun böhran nöqtələrinin sayını tapmağı bacarmalıyıq. İmtahana qədər sizin bir arzu və təklifləriniz olursa, bizim kommentlərə yaza bilərsiniz. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.